Dostlar salam. Növbəti məntiq testimizi həll edək. Ehtiyatlı qoyunu qurd yeməz atalar sözü aşağıda verilən hansı atalar sözü ilə eyni məna daşıyır? A variantında yatan daşın altından su keçməz. Gördüyümüz kimi, yatan daşın altından su keçməz atalar sözü ehtiyatlı qoyunu qurd yeməzlə eyni məna daşımır. B variantında isə quru palçıq divara yapışmaz. Bu da bizə verilən atalar sözü ilə fərqli mənadır. Yəni, eyni məna daşımır. Gec yatıb tez oyanan peşman olmaz. Bu da göründüyü kimi bizim atalar sözü ilə eyni məna daşımır. Yatmışı yatmış oyada bilməz. Bu da tam fərqli bir mənadır. Yəni, bizim atalar sözünə eyni məna deyil. Amma Y variantına baxır, saymadığın deşikdən tülkü çıxar. Yəni, bizim atalar sözündə mətnaltı ifadə, yəni bizə çatdırmaq istədiyi söz, yəni hər şeyə diqqət eləyən bir şey heç vaxt yem ola bilməz. Yəni, ehtiyatlı qoyunu qurd yeməzlə bunu bizə çatdırmaq istəyir və Y variantda deyir ki, saymadığın deşikdən tülkü çıxar. Yəni, nəyəsə fikir verməsən, yəni balaca deşikdir deyib bu atalar sözündəki mənanı deyirəm, amma əslində, yəni nəyəsə ciddi yanaşmasan, böyük fəlakət ola bilər. Biz elə bir şey. Amma burada da ehtiyatlı qoyunu qurd yeməz. Yəni, ehtiyatlı olmasa, qurd yər mənası verir. Yəni, gördüyümüz kimi, bizim atalar sözü ilə Y variantındakı atalar sözü saymadığın deşikdən tülkü çıxar, eyni məna daşıyır. Düzgün cavab Y variantıdır. Dostlar, testlə bağlı hər hansı suallarınız olursa, yorumlarda yazın, tezliklə cavablandıracağım. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.